Vaxtən adam gərək hər tez səricər özünə müraciə eləyə, özünü tanıya. Hala indi məsələn ya kitab oxumaqlandır, ya terapiya iləndir, ya əmvaqsam yollarlandır. Və bir təbəə o yaşaya. Yəni bir dənə bir kitabda mən yaxşı bir kitab oxudum əxirən. Adı The Way of Integrity-dir. Rah yekparçəgi Marta Beck yazıbdı. Tövsiyə edirəm hamı da oxusun onu. Vaqən cəlib kitabdır. Orada bir dənə söhbət edir. Nature against culture. Da sən bər əsas nature'in zindəqanlıq eləyəsən, در çarçub قوانین culture. Dünyaya imruz vaqən باعث olub adam nature'in fəramuş eləyə. Fəqət bir təbəə culture olar. Yəni fəqət adamlar eşikdən özlərinə baxırlar və görürlər ki, aya məsələn orada təiddirlər ya deyirlər. Ya məsələn hansı məsirdə olsalar müvəccəhdirlər ya deyirlər. Çox müvəffəqiyyətlərə də yetişirlər. Vəli در nəhayət o rizayətə zindəgi bilələrində tapılmır. Çünki eşikdən baxıblar özlərinə və əsalət yoxdur. Culture'dan gəlib, nature'dan gəlmir.